Hörmətli ibtidai sinif müəllimləri, bugünkü videoda yaş məsələlərinə aid 5 maraqlı sualın izahını verəcəm. Başlayaq suallarımıza. Birinci sual. Zaurun yaşı Asifin yaşının 2 mislindən 9 yaş çoxdur. Onların birlikdə yaşı 45 olarsa, Zaur Asifdən neçə yaş böyükdür? İlk öncə verilənləri qeyd edək. Zaurun yaşı və Asifin yaşı. Zaurun yaşı Asifin yaşının 2 mislindən 9 yaş çoxdursa, Asif daha kiçikdir. Ona görə kiçik olan x qəbul edirik. 2 misli dedikdə 2-yə vururuq. 9 yaş çoxdur dedikdə üstünə 9 əlavə edirik. Və bunların birlikdə yaşları cəmi 45-dirsə, Zaurun yaşı üstəgəl Asifin yaşı bərabərdir 45-ə. 3x bərabərdir. 9-u keçiririk 45-in yanına. Eləyir 36. X bərabərdir 12. Əkslə kimin yaşını qeyd eləmişdik? Əkslə işarə eləmişdik Asifin yaşını. Deməli, Asifin 12 yaşı var. Zaurun yaşını da tapmaq üçün ifadədə x-in yerinə 12 yazırıq. 24, üstünə də 9, 33 yaş. Zaurun da 33 yaşı var. Zaur Asifdən neçə yaş böyükdür? Bunu tapmaq üçün də 33-dən çıxırıq 12-ni bərabərdir 21 yaş böyükdür. Düzgün cavab C bəndi. İkinci sualımız. 2023-cü ildə Mehdi Adildən 9 yaş böyük idi. 2028-ci ildə isə onların yaşları cəmi 33 olacaq. İlk öncə 2023-ü qeyd edək. 2023-də verilənləri qeyd edək. Mehdi Adildən 9 yaş böyük idisə, Adilin yaşı olsun x. Mehdinin yaşı o zaman olacaq. Mehdinin yaşı olacaq x plus 9. Və 2028-ci ildə deyirsən, neçə il keçmiş olur? 2023-cü ildən 28-ci ilə qədər 5 il keçmiş olur. Ona görə uşaqların hər birinin yaşının üzərinə 5 əlavə olunur. Onların yaşları cəmi, yəni Mehdinin yaşı, üstəgəl Adilin yaşı neçəyə bərabər olacaq deyir? 33-ə bərabər olacaq. Bunu qeyd edirik. Üstəgəl Adilin yaşı bərabərdir 33 olacaq. Buradan 2x bərabərdir 2x bərabərdir 19, 33-dən də 19 çıxanda 14-ə, x də bərabərdir 7-yə. X bərabərdir 7-yə. X ilə kimin yaşı qeyd olunmuşdu? 2023-cü ildə x Adilin yaşı idi. Hal-hazır 2028-də isə 2028 bizə lazım deyil. 5-lər lazım deyil. 2023-də Adilin yaşı 7 idi. Mehdinin yaşı isə x üstəgəl 9 idi, yəni 16 idi. Deyir, neçənci ildə doğulmuşdur? Neçənci ildə doğulduğunu tapmaq üçün isə 2023-dən çıxırıq kimin yaşı? Mehdinin yaşı. Çünki Mehdini soruşur bizdən. Bu da bərabərdir 2007. Mehdi 2007-ci ildə doğulmuşdur. Keçək 3-cü sualımıza. Atanın yaşı onluğu 5 olan ən kiçik 2 rəqəmli tək ədəddir. Atanın yaşı onluğu 5 olan ən kiçik 2 rəqəmli tək ədəd. Onluğu 5 olan ən kiçik tək 2 rəqəmli ədəd desə, 50-dir. 2 rəqəmli tək ədəd dediyinə görə 50-ni yox, 51-i götürürük. Deməli, atanın yaşı 51-dir. Oğlu isə atadan yaşca 3 dəfə kiçikdir. Oğlun yaşı isə atadan 3 dəfə kiçikdirsə, 51-i bölürük 3-ə, bərabərdir 17. Oğlun neçə yaşı var? 17. Atanın neçə? 51. Neçə ildən sonra ata oğlundan 2 dəfə böyük olacaq. Neçə il dediyinə görə, biz ili bilmədiyimizə görə, hərəsinin üzərinə, yaşının üzərinə x əlavə edirik. 5 ildən sonra desəydi, 5 əlavə edərdik hər birinin yaşının üzərinə. 10 desəydi, 10 əlavə edərdik. İli bilmədiyimizə görə x əlavə edirik. Ata oğlundan 2 dəfə böyük olacaq. Adlandırmamızı apardıq və adlandırmaya görə tənliyimizi qururuq. Atanın yaşı və oğlunun yaşı. Ata oğlundan 2 dəfə böyük olacaqsa, biz ortaya bərabərlik atmaq üçün oğlun yaşını vurmalıyıq 2-yə ki, atanın yaşına çatsın, yəni ortaya bərabərlik yaza bilək. Tənliyimiz olacaq bu şəkildə. Tənliyimizi həll edək.
34 vurub mötərizəni açırıq. Üstəgəl 2x. X bərabərdir 17-yə. Neçə ildən sonra? 17 ildən sonra oğlundan 2 dəfə böyük olacaq. Düzgün cavab A bəndi. Dördüncü sualımız. Nadirin 13 yaşı var. Qardaşı Həsən isə ondan 6 il əvvəl doğulmuşdur. Nadir və Həsən. Nadirin 13 yaşı var. Qardaşı Həsən ondan 6 il əvvəl doğulmuşdursa, deməli, Həsən Nadirdən 6 yaş böyükdür. Ona görə Həsənin 19 yaşı var. Neçə ildən sonra onlardan birinin yaşı digərinin yaşının 2 qatının 15 əksi olar. Yenə neçə il dediyinə görə, il bizə vermədiyinə görə hər birinin yaşının üzərinə x əlavə edirik. Onlardan birinin yaşı digərinin yaşının 2 qatından, yəni 2-yə vurulmasından 15 əksi olar. Çıxır 15-in. Əgər burada bu şəkildə alınmasa, cavabımız mənfi alınsa və ya kəsir alınsa, o zaman tərsinə. Burada 19 üstəgəl x-i yazmalıyıq. Burada isə 13 üstəgəl x-i yazmalıyıq. Hər ikisini yoxlamaq lazımdır. Niyə görə? Çünki bizdə demir Nadir Həsəndən və ya Həsən Nadirdən. Ona görə hər ikisini yoxlamaq lazımdır. 13 üstəgəl x bərabərdir 38 üstəgəl 2x çıx 15-ə. 13 üstəgəl x bərabərdir 23 üstəgəl 2x. Buradan x bərabərdir mənfi 10 alırıq. Demək bu düzgün deyil. Onda tərsinə yazırıq. Tərsinə yazırıq. Yerlərini dəyişir yazırıq. Burada 13 üstəgəl x yazmışdıq. İndi bu tərəfdə 19 üstəgəl x yazıb, bu tərəfdə 13 üstəgəl x yazacağıq. 19 üstəgəl x bərabərdir 2 vurulsun 13 üstəgəl x çıx 15 şəklində. 19 üstəgəl x bərabərdir 26 üstəgəl 2x çıx 15. Mötərizəni vurub açdıq. X bərabərdir 26-dan 15 çıxanda 11, keçirdirik 19-un yanına, eləyir 19 çıx 11, o da elədir 8. X bərabərdir 8 ildən sonra bəndi. Növbəti sualımız, 5-ci sualımız. Günel ilə Sevincin 2 il əvvəlki yaşları nisbəti 5/2 kimidir? 2 il əvvəl. Qeyd edək bunu. 2 il əvvəl. Günel 5K olur. Nisbətdirsə əgər biz onu K-la ifadə edirik. Sevinc isə 2K. Bu 2 il əvvəl idi. Bizdən indiki soruşur. İndiki. Ona görə indikini tapmaq üçün biz bunların hər birinin üzərinə 2 gəlməliyik. Çünki 2 il əvvəl 5K idisə, 2 il müddət keçdiyinə görə hər birinin yaşının üzərinə 2 əlavə edirik. Onların yaşları cəmi, hal-hazırki yaşları cəmi 32-dir. 5K üstəgəl 2, üstəgəlsin 2K üstəgəl 2 bərabərdir 32-yə. 7K bərabərdir 28-ə, K da bərabərdir 4-ə. Biz K-nı tapdıqsa, Günel indi neçə yaşındadır? Deməli, indi soruşursa, biz hal-hazırki ifadədə yerinə yazarıq. K-nın yerinə 4 yazsaq, 5 vur 4, 20, üstünə də 2, 22. Günel 22 yaşındadır. Düzgün cavab C bəndi. Sevinci soruşsaydı, K-nın yerinə 4 yazacaq burada. 8 üstəgəl 2 bərabərdir. Sevinci soruşsaydı 10 yaş olardı. Bu qədər. Sağ olun, növbəti videolarda görüşərik. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.